Əleyhissalam Mədinə cəmaətinə necə rəftar edirdi? Əleyhissalam gəlirdi xanım Zəhra ilə gecələr qapıları döyürdülər, deyirdilər ki, bəs Qədirxumda gördünüz. Deyirdi ki, ya Əlba belə deyirdi. Vallahi bizim üçün fərqi yoxdur. Sən qabağa düşsəydin, biz sənə beyət eləyərdik. Bizim üçün fərqi yoxdur. Deməli cəmiyyət imaməti başa düşmürdü. Ona görə də beyət eləməyə rahat gedib beyət elədilər və beyətlərini Həzrət Əliyə keçirə bilmirdilər. Niyə? Çünki fərqi görmürdülər ki, imam nədir, imama nə etmək lazımdır. Bu günləri İmam Əleyhissalam zuhur eləsə, yenə də insanlığın çoxu bəlkə də yəni zuhur etməyib deyə deyirəm. Bəlkə inşallah elə sabah zuhur eləyəcək, bu demək ki, zaman yetişib. Amma o vaxta qədər gecikəcək ki, heç olmasa insanlığın əksəriyyəti bunu hiss eləsin. O gələndə o ehtiyacı görsün və onun ətrafına toplaşa bilsin, onun sözlərini anlaya bilsin. Çünki o təkcə dünyanın abadlaşması üçün deyil. Bəli. O insanlardan elə bir şeylər tələb eləyəcək ki, o şeylər insanların mənəviyyatına və axirətinə faydalıdır. İnsanlar bu zərurəti anlamayana qədər imam zuhur eləsə yenə onu öldürərlər. İmam zuhur eləsə onun başına yığışmazlar. Ona görə də imamı anlamaq lazımdır.